Fidan, bax, sən soruşduğun bayaqçı misalın izahını belə verim də sənə. Yazıb ki, 26.915 çıxılsın 2.938 bərabər 23.977. Deyir ki, minliklərə qədər yuvarlaqlaşdır da sən bunu. İndi hər birində minlikləri, azalanda da çıxılanda da minlikləri qeyd edirik. Təhlil onluq yüzlük, minlik, təhlil onluq yüzlük, minlik. Baxırıq, bura nədir? 9'dur da. Deməli, burası böyüyür. Bu olur 20, 915 olur 1000. Gəlir bunun üstünə. Bura olur 27.000. Minliklərə yuvarlaqlaşında çıxaq. Burada da yenə 938 demək, bu da olur 1000. 1000'ə yuvarlaqlaşır. Bu da gəlir bu 2000'in üstünə. Bu da olur 3000. Deməli, bərabərdir. 27.000'dən 3000'in çıxanda qaldı nə? 24.000. Aha. İndi bunu yuvarlaqlaşdıraq. Milliyə qədər. Təhlil onluq yüzlük, minlik. Bunu da milliyə yuvarlaqlaşdıranda bu 1000 olur. Gəlir bunun üstünə. Yəni 23.977'ni milliyə yuvarlaqlaşdıranda bu oldu mu 1000? Gəldi bunun üstünə 24.000. Bax. Bu cavabla bu cavab eyniləşdi. Deməli bu misal düzgün həll olunur. Aydın oldu mu? O birisilər də bunun kimi.